Hamınıza salam dostlar. Bu videoda Honor X9C Smart adlı telefonun inceleyirik ve hemen başlayaq. Dostlar, bu videoya keçməmişdən əvvəl sizdən bir xahişim var. O da odur ki, bu videoya like ataraq kanala abunə olmağı unutmayın və indidən sizə təşəkkürlərimi bildirirəm. Dostlar, telefonumuzun dizaynından başlamaq istəyirəm. Dostlar, telefonun arxa hissəsində, yəni görmüş olduğunuz kimi olduqca səliqəli şəkildə yerləşdirilmiş bir matrix kamera bloku mövcuddur. Və ön tərəfdən də görmüş olduğunuz kimi bir nöqtə şəklində ön kamera mövcuddur. Çərçivələr normaldır, ancaq biraz aşağı çərçivənin bir balaca qalın olduğunu sizə söyləyə bilərəm. Yəni onsuz da telefonun hər yeri plastikdir. Yəni bunu deməyə ehtiyac yoxdur, çünki 600 manat civarında bir telefondur. Amma müəyyən miqdarda bir gizəmi var telefonun. Sizə birazdan deyəcəm. Yəni dizayn haqqında mən sizə biraz bilgi verdim. Dostlar, telefon 5G-ni dəstəkləyir və telefon sadəcə 193 qramdır. Telefon o qədər də yüngül olmaya bilər, ancaq yenə də normaldır. Dostlar, telefonun ekranı olduqca aşağı texnologiyadır, hətta 2016 texnologiyalarına dayanır. TFT LCD bir ekrandır, 120 Hz-dir və heç də parlaq bir ekran deyil, sadəcə 800 nit parlaqlığı var və Full HD Plus bir ekrandır. Piksel sıxlığı isə 389 ppi-dir. Prosesorumuz pis deyil dostlar. MediaTek Dimensity 7025'dir. Ultra versiyasıdır. 6 nanometrik prosesordur və bu Cortex A78 və A55 kimi standart, yəni günümüzdə gündəlik proqramları və oyunları normal şəkildə işlədə biləcək qədər güclü olan nüvələrdən istifadə eləyərək istehsal olunmuşdur. Yəni pis prosesor deyil. Amma mən birazdan sizə bunun da bir əksik yönlərindən danışacağam. Dostlar, telefonumuzun kamerası 108 megapikseldir və ultra geniş bucaqlı 5 megapiksellik bir kamerası da var. Bu da yəni 108 megapiksel olmağının tək səbəbi odur ki, kameranızın yəni Dimensity 7025 bu qədər dəstəkləyir. Və 256 GB-lıq, 12 GB-lıq versiyaları var, bir də 8 GB-lıq. 108 megapiksel kamera olduğunu demişdik. 5800 mAh da bateriyası var. Barmaq izi ekranda yerləşdirilməyib. Səbəbi ekran AMOLED deyil dostlar. Bu da ekstradan bir skanerə ehtiyac duyur və buna görə də bundan istifadə olunur. AnTuTu benchmark halımız dostlar pis deyil, ancaq ekran məsələsində çox taxıntılısınızsa bu telefona yaxın durmaya bilərsiniz. 168.000 xal yığır dostlar CPU baxımından və pis bir prosesora da sahib deyil yəni əslində. Amma biraz throttling cəhətdən telefonu üzür. İlk başlarda məsələn 15 dəqiqəlik testin axırında biraz performansın axıra doğru düşdüyünü görə bilirik. Hatta %80 civarında düşür. %80'a 20%lik bir performans etkisi burada söhbət məsələsidir. Yəni dostlar, maksimum burada CPU'nun çıxdığı istilik hardasa 37 dərəcə civarında olduğu burada göstərilmiş ola biləcəkdir. Baxaq görək. 37 civarı olmalıdır, səhv eləmirəmsə. Hə. Burada göstərilməyib, ancaq o qədərdir. Burada da burada məsələn 500 MHz-də biraz daha dalğalanma, ancaq maksimum məsələn 2.2 GHz-də biraz aşağı düşmə var. Bu da isinmə proseduruna başlanır. Dostlar, videodan bu qədər. Yəni videoya like atmağı və kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın dostlar. Sağ olun.